Bəs hoca, mədəni insanın əsas göstəricisi nədir? Yemək mədəniyyəti. Yəni bir insan yeməyinə baxıb onun mədəni olub olmadığını müəyyənləşdirmək olar. Məsələn, adam əlində TikToka baxa-baxa buradan çörəyi qırır, yeyirsə, qabağındakı suyun nə suyu, koladır, fantadır, yoxsa adi sudur, bilməyərək içirsə və yaxud da toylarımızda bizim necədir? Birinci yer ləpədən, sonra göy-göyərti, sonra xalodnu, sonra bozbaş, sonra kabab, üstündən aş, sonra üstündən marojna, axşam da düşür qarın ağrısına. Yəni bağırsaqları zibil olan adamın, zibilxana olan adamın özü mədəni ola bilməz. İnsan nə yediyini, nə içdiyini ümumiyyətlə bilməlidir. Söhbət elit səviyyədən gedir. Yəni o bir insanın yemək yeməyinə baxsan, boşqabına baxsan və yemək tərzinə baxsan, onun mədəni olub-olmadığını bilmək olar. Mən bunu gec başa düşmüşəm, etiraf edirəm, amma şükür Allaha ki, başa düşmüşəm də. Yəni istəyir qadın olsun, istəyir ki, yəni bu hamıya aiddir.